Salam dostlar, sizlerlə mən Əli və siz Super Games kanalında Büyük Dream 2017-də nələr 0-1 qələbəsini görsək. Elə indicə bax bu dəqiqə çəkirdim üçün onu oyuna Wi-Fi itdi və o oyundan çıxdı qardaş. Ona görə də qələbəni verdilər mənə. Yəqin ki, bir dəfə yaxşı olar. 5-3-2-1, 5-2-0-1 hamısını çəkmişəm. Bir dənə 5-3 uğurlu alınıbdı. Aha, o qədər də güclü komanda deyil. 1066 verir onun qələbəsinə. 1011 isə bizə İlqar. Qarabağ adı da komandasının Rusiyada bağlantı nə yaxşı olmasın. Öyle səfərdə oynayırıq. Balaca bir stadion var orada. 41-63. Bizim qələbəmizi görür amma. Başlayırıq. Göy qırmızı yaşıl Azərbaycan kimi. Başladıq. Bəli, bax bu ilə niyə mən 3 nəfər hündür boy qoymuşam. Həm yəni Bale həm əla sürətlidir. Yəni Messi-dən də sürətlidir bu oyunda. Yaxşı zərbələri var. Başla əla oynayır. Dribblikdə fulldur deyə, onun mənə pası da yaxşıdır deyə qoymuşam. Yəni 3 yəni başla yaxşı oynayan futbolçu və burada Daniel Veş uzaqlaşdırmalıdır. Gareth qabaqladı. Bax belə pilotlar üçün Ali Meyda. Ümid edək ki, qardaşlar sona qədər oynayan Şamran Ağayev irəli vurur topu. Özil. Hayda, hələ ki itəri yaxşı. Amma top onda fikrim necə yaxşı olur internet. Mənə qarşı da cığalçılıq elləri. Mevlut Erdinç. Yaxşı qurtardın Alves. Gareth. Samir. Gareth. Pas ver Cristiano'ya doğru. Cristiano Ronaldo. Ronaldo. Ve ilk gol. 17. dəqiqə və hesab göndəyi yaptık. Əla. Ciddik. Özümlə xəstələnmişəm. Gördüyünüz kimi yaxşı da sevinəmirəm heç. Əvvəlki kimi. Pogba. Gareth Bale. Ronaldo. Çaranını da keçir. Allah'tı. 2-0 əla. Kamran Ağayev 70, Ronaldo da 93 verin. 23 güz Cristiano Ronaldo. Kamran Ağayev'den gücüdür. 23 dəfə fikir verin. 75 çeşit qapısımız 75 verirlərdi. Onda qapıya qoyardım. Amma necə? Yahya. Aydat Yahya. Hara gelsən? Ya Ektar. Bu loxdu ki. Aha. Passa bax. Klas pas. İbrahimovic. Battı. O böyle gözəl epizodu batırdı. Yəni batırdı deyənə o məndə də yoxdur. Yəni yerə saldı. Qaçırdı. Samir. Qapıcı onu mənim. Bir sərdən bura girən çıxacam. Qapıya yan oblakı bıraxardım. Mənim qapıcım bu oyunun ən güclü qapıcısıdır. Aha. Offside. Mesela hamda Dexeya varsa Dexeya bu oyunun ən güclü qapıcısıdır. İrəli vurdu topu. Gareth. Ay çolaq. Qarşıladı. Mevlut. Ektal verdi. Icardi bir tane yunun oyuncusu varsa o da sensen. Para burada. Ben Icardi'nin yani orada olsaydı yani kalan olsaydı Icardi top bende olsaydı ben 10 gol vurabilirdim. Bu kadar da yaxşı vuranmadı. Ay Çarami. Var Icardi. Erdinç. Ramos. Dribblingi yüksekti. Yəqin ki qızıl kartdan da bu oyuncu. Bende de qızıl kartlar vardı. Sadece neyin mi? Ve Gareth Bale. Kaldı. Ronaldo. Ayda neynədin? İkinci time için. Kante. Sonra Neymar. Və mənim çox sevdiyim futbolçu Kevin De Bruyne yoxkən ardından bıraxaq bu ilə. Mənim ən sevdiyim oyunculardan biri Arda Turan. Türkiye'li olduğu için milli gururumuz için ona transfer ettim. Davaya Cristiano Ronaldo yaxşı ki Almanya seçməyibdi. Amma da o millidən qovuldu nəsə. Marcel offside yoxdur. Offside yoxdur desən. Allah! Arda! Offside yoxdur. Zor vurmuşdu. Bir dəqiqə. Ayda yoxdur təkrarı. Penaltiləşmədə sən elə bil. Az qalmışdı. Kamran Ağayev də çıxardan bilmirdi.
Bəlkə onu transfer elədim 3-cü qapıcı kimi, çünki əsas yata salamərəm. Bilirsiniz ki, əsas yata qapıcılarım var. Biraz da qabaqda alsaydı, Ştraf İsarı verə qapıcı. Ramos Erdinçi qabaqla. Ala. Ora yox, ged o izdə oyna. Allah səsil var. Qapıcı, De Gea. İrəlidə kim var? Arda Turan. Qarşıladı. Cristiano. Qarşıladı Arda Turan. Arda çatdır biraz da yerdə verdi. Neymar vurdu. Kamran. Modric. Cristiano. Hat-trick. Atletico Madrid oyunu oxşadı. Düzün deyim, mən Modric'lə qapıya vurmaq istəmişdim. Burada qol olsaydı alacaq qapıcı oynayacaqsa da Modric'lə qapıya vuramadım. Ronaldo toxundu mu Kamran'a xəf? Deyəsən yox. Aha. Top irəli vurulur. Xeyr, ondan mənə qol vuranməzsən. Heç kim bilməzsən. Bəlkə də bəs tənzimləsəm olur. Musa, Kante, N'Golo Kante. Özün biraz qaç. Bax, indi pas vermək lazımdır. Lasan. Yatırdı deyə bu dəfə dağıtdı təmiz pas. Neymar'a ver. Qapıcı. Neymar. Yerlənmədən sonra səni çox xoşlayıram. Çox oyunda da buraxıram. Niyə qol vuramadın amma? İqtal yox da. Qapıcıya ümidlərdir. De Gea. Ulduz əlasan. Luka Modric. Həli mənim vəhşilərim. Top gəlir. Samir. Yaxşı qutardı. Yox, mən Ramos'a pas verməyəcəm. Risk eləmək olmaz. De Gea. Düzdür, yəni ulacam olsa mən oyuna, amma yenə də mən risk eləmirəm. Daha Neymar yerlə pas verəndə tüm Gol Erdinç offside. Allah. Müdafiəçilər bir addım qabaqdaydılar. Qardaş oyundan çıxacaq. Xaç edirəm. Əvəz etmə elədi. Yaxşı ki çıxmadı oyundan. Əziyyətim bada gedəcəkdi. Arda Turan. Bu dəfə verir Thomas Arda. Sən verirsən, açılan Ronaldo. Bombası. Və Allah qapıcıya bir dənə də çıxacaqsan. Bu dəfə oyundan çıxacaqsan. Yox, əvəz etməyi bu qardaş. Yəqin ki, mən əvəz etməyi düşünürəm. Ayda, oyundan çıxdı. Məsələn, mən də biraz burada görüm nələr var. Oyunculardan da Aleksandro var. Soluna. Mattia Perin, qapıcı. Kranaviter var. Hepsi de bazı gətiriblər. Ahmed Musa var. Qapıcı burada var. Steve Moyne var. Hücumçudur. Oxşadıblar. Transfer eləməyə gəldikdə isə gəlin bir siz kim alağın. Yox, transfer lazım deyil. Budur dostlar, mən də videomu burada ikinləşdirəm. Bu maraqlı sizdən bəyənsə təbii ki like qoyun və kanala abunə olun. Sağ olun, növbəti